Bugün sizlə oxuduğum bir əsəri bölüşmək istəyirəm. İmam Qəzalinin Dilin Afətləri. Mən bunu Türkiyə türkcəsində tapdığım üçün bu dildə oxuyuram. Azərbaycan türkcəsində rast gəlmədim. Deməli, Həzrəti İsa'dan bir nüans, bir sitat verib. Deyir, kimin yalanı çoxalırsa, gözəlliyi silinir. Xalqla münaqişəyə girənin mürvəti azalar. Üzüntüsü çoxalanın bədəni xəstələnər, əxlaqı pis olanın da davamlı olaraq canı sıxılar və huzursuz olar. Mən Türkiyə türkcəsindən birbaşa tərcümə ilə deməyə çalışdım ki, aydın olsun. Ümumiyyətlə, bu əsər Füzulinin söz qəzəlini oxuyanları sevindirəcək bir əsərdir. Demək olar ki, orada olan detallar burada daha dərin öyrədilib. Burada dindar olsanız belə, olmasanız belə məncə oxumalı olduğunuz bir əsərdir. Həqiqətən İmam Qəzalinin əsərləri çox maraqlı olur və nüanslar filan insanın qəlbinə toxunur. Ona görə də düşünürəm ki, lap müsəlman olmasanız belə bir əsərə şans verin. Deməli, burada nitqlə bağlı, danışıqla bağlı gözəl detallar var. Hətta deyir ki, insan zarafatla belə olsa doğru söz söyləməli, haqdan qaçmamalıdır. Amma biz görürük ki, bəzən insanlar bir-birlərinin sözlə qəlblərini qırırlar. Demək istəyib deyə bilmədiklərini zarafata salıb deyirlər. Və bunlar olduqca böyük günah hesab olunurmuş dində. Və deyir ki, insanın əsl üzü mübahisə zamanı bəlli olur. Məsələn, deyir ki, dilədiyin bir insanla söhbət et. Sonra da deyir, onu bir dəfə əsəbləşdir. Deyir, o sənə elə bir iftira atar ki, o fəlakət sənin həyatını alt-üst edər. Həqiqətən bu belədir. Bəzən görürük ki, sadəcə bir mübahisə nələrə bais olur. Ona görə ağzımızdan çıxana diqqət edirik. Ümumiyyətlə, Peyğəmbərlər də hər zaman bildiriblər. Bu dodağın arasındakını qorumaq lazımdır və çalışmaq lazımdır ki, zarafatla belə olsa pis bir şey deməsin. Nə bəddualar edin, nə kimisə təhqir edin, nə üslubdan kənar bir tənqid yazın. Yəni ki, birinə qarşı bir iradınız varsa ədəbli olaraq bunu edin. Çünki bu həm sizin səviyyənizi bəlli edir, həm də insanın ağzından çıxan onun qədərinə də təsir edir. Dindar olub inana da bilərsiniz və ya inanmaya da bilərsiniz. Amma mən şəxsən çox maraqlı hesab edirəm belə əsərləri. Belə.